Üst-üstə düşən rəngsiz xanalar rənglənmir. Yəni ağ plus ağ bizə ağ verir. Rəngli xanalar rəngsizləşir. Qara plus qara rəngsizləşir, ağ rəng olur. Xanalardan biri rənglənmiş, digəri rənglənməmiş olsa, yəni qara plus ağ olsa, rəngsiz xanada rənglənir. Yəni hər ikisi rənglənib qara rəng olacaq. İlk öncə baxırsınız ki, bir nömrəli xətt var sol tərəfdə. Buna nəzərən qatlamaq lazımdır. Yadda saxlayırsınız ki, bu xəttə nəzərən qatlamada bu ikisi üst-üstə düşür. Yəni hər ikisinin rənglərini dəyişməlisiniz və bu ikisi də üst-üstə düşür. Bunları da ayrıca. Bu zaman ağ rənglə ağ rəng üst-üstə düşəndə hər ikisi ağ rəng olur. Onda bura yazırsınız hər ikisinə ağ rəng. Ağla qara üst-üstə düşəndə hər ikisi qara rəng olur. Onda bunun hər ikisinə qara rəng yazmaq lazımdır. Qara ilə qara üst-üstə düşəndə hər ikisi olur ağ rəng. Ağla qara üst-üstə düşəndə hər ikisi olur qara rəng. Ağla ağ üst-üstə düşəndə hər ikisi olur ağ rəng. Qara ilə qara üst-üstə düşəndə hər ikisi olur ağ rəng. Necə yazıram o formada yazmaq lazım. Ağla qara üst-üstə düşəndə, burada baxın, bu ağdır, bu da qaradır. Üst-üstə düşəndə baxırsınız ki, hər ikisi qara rəng olur. Ağla ağ üst-üstə düşəndə hər ikisi ağ rəng olur. Ağla ağ üst-üstə düşəndə hər ikisi ağ rəng olur. Yenə də ağla ağ üst-üstə düşəndə hər ikisi ağ rəng olur. Qara ilə qara üst-üstə düşəndə yenə də hər ikisi ağ rəng olur. Ağla qara üst-üstə düşəndə hər ikisi qara rəng olur. Sonra baxırsınız ikinci xəttə. 2 nömrəli xətt buradadır. 2 nömrəli xəttə nəzərən yazanda biz artıq bunun tam olaraq sağdakıları və soldakıları hamısını üst-üstə. Bu ikisi bir-birinin üstə düşəcək. Bu ikisi bir-birinin üstə düşəcək. Bu ikisi də bir-birinin üstə düşəcək. Onda orta hissədən başlayırıq. Ağla qara üst-üstə düşəndə hər ikisi qara rəng olur. Onda soldakı da dəyişib qara olur, elə sağdakı da qara olaraq qalır. Ortada ağla qara gələndə, bax bu ağ rəngdə olur, qara rəng. Niyə? Çünki hər ikisi dəyişib qara rəng olmalıdır. Ağla ağ üst-üstə düşəndə ikisi də ağ olur olduğu kimi qalsın. Qara ilə ağ üst-üstə düşəndə hər ikisi qara rəng olmalıdır. Ağla ağ hər ikisi ağ olur. Ağla qara üst-üstə düşəndə hər ikisi qara rəng olmalıdır. Bura yazırıq qara. Sonra bu ağ rənglə bu ağ rəng üst-üstə düşəndə hər ikisi ağ rəng olmalıdır. Qara ilə ağ üst-üstə düşəndə hər ikisi qara rəng. Soldakı qaradır, sağdakı da qara olsun. Ağla ağ üst-üstə düşəndə hər ikisi ağ rəng olur. Soldakı ağ da, sağdakı da ağ olsun. Qara ilə qara üst-üstə düşəndə hər ikisi ağ rəng olmalıdır. Bu da ağ rəng olur. Bax, bu da ağ rəng olur. Ağla ağ hər ikisi ağ rəng olur. Ağla ağ hər ikisi ağ rəng olur. Sonra baxırıq üçüncüyə. Qara ilə ağ. Bu hər ikisi qara rəng olur. Deməli bu dəyişir, qara olur. Ağla ağ hər ikisi ağ rəng olur. Ağla qara hər ikisi qara rəng olmalıdırsa, sol tərəfdəkini dəyişib qara edirik. Sağdakı da qara olur. Ağla ağ hər ikisi ağ rəngdir. Ağla ağ hər ikisi ağ rəngdir. Qara ilə ağ hər ikisi qara rəngdədir. Onda sağdakı da qara olacaq. Sonra baxırıq üçüncüyə. Bunu yazandan sonra bunlara artıq ehtiyac yoxdur. İndi baxırıq üçüncüyə. Üçüncü buradan keçir. Bu sağdakı ikisini, bu sağdakı ikisindən üst-üstə salacağıq. Bu ikisi əgər üst-üstə düşərsə, qara ilə ağ bizə qara verirdi. Soldakını qaradır, sağdakını dəyişib qara rəng etmək lazımdır. Qara ilə qara ağ rəng olur. Onda bunu da dəyişib hər ikisini ağ rəng etmək lazımdır. Ağla ağ onsuz da ağ eləyir. Qara ilə ağ qara rəng olmalıdır. Soldakı qaradır, dəyişib sağdakını da qara eləyirik. Ağla ağ ağdır, qara ilə ağ
Hər ikisini qara rəng etmək lazımdır. Növbəti bu ikisinə baxacağıq. Burada qara ilə qara üst-üstə düşəndə hər ikisi ağ rəng olur deyə bunları dəyişirik. Hər ikisini yazırıq ağ rəng. Qara ilə ağ bizə qara verir. Soldakı qaradır, sağdakı da qara olacaq. Ağla qara üst-üstə düşəndə yenə qara olmalıdırsa, sağdakı qaradır, soldakı ağdır. Onda soldakını da qara rəng ilə. Qara ilə ağ, sağdakı ağdırsa onu da qara rəng ilə. Ağla ağ hər ikisi ağ rəngdir. Qara ilə qara hər ikisi rəngini dəyişib ağ rəng olmalıdır. Bunları yazdıqmı? Bunları yazandan sonra gəldik sayma məsələsinə. Bizdən nəyi soruşur? Rənglənmiş hissənin sayını. Baxırıq burada qara 1, 2, bu sütunda 3 dənədir. Bu sütunda 1 dənədir elə. Bu sütunda 1, 2, 3 dənədir. Bu sütunda 1, 2, 3 dənədir. Bu sütunda 1, 2 dənə, bir də burada 3 dənədir. Bu sütunda 1, 2, 3 dənədir. 5 dənə 3, 15 də 1, 16 dənədir. Rənglənmiş hissə cəmi 16 dənədir.